Nəsimi rayonu 28 may metro stansiyasına piyada 5-6 dəqiqəlik məsafədə Səməd Vurğun parkı ilə üzbəüz 5 mərtəbə Stalinka layihəli binanın 2-ci mərtəbəsində 3 otaqdan 4 otağa düzəlmə belə bir mənzil təqdim edirəm sizlərə dəyərli izləyicilər. Gördüyünüz kimi mənzilin qonaq otağındayıq hal-hazırda. Hündür tavanlı, geniş bir mənzildir. Qeyd edim ki, qonaq otağından artırılmaya belə bir keçid var, belə bir mənzilin artırılması var. Ümumi sahəsi 120 kvadratdan ibarətdir. Qeyd edim ki, mənzilin sənədi kupçadır, ipotekaya da yararlıdır. Mənzilin giriş hissəsi burdandır. Girən kimi mənzilə sol tərəfdə belə bir yataq otağı yerləşir. Döşəməsi parketdir. Qeyd edim ki, mənzilin asfalt olmağa təmirə ehtiyacı var. Digər yataq otağı isə bu hissədə yerləşir. Bu yataq otağından açıq eyvana çıxışı da var. Qeyd edim ki, eyvandan birbaşa Səməd Vurğun parkına baxır. Sanuzellər ayrı-ayrılıqdadır. Mənzilin mətbəxi isə bu hissədə yerləşir. Belə dəyərli izləyicilər, aşağıdakı nömrə ilə buyurun əlaqə saxlayın ətraflı məlumat üçün. Sağ olun, salamat qalın.